Akşamınız xeyir olsun. 4 may 2026-cı il tarixidir. Yaz fəslinin 46-cı günü, Zülqədə ayının 17-ci günüdür. May ayının ilk həftəsinin ilk birinci bazar ertəsi günüdür. Bu həftəmiz və bu günümüz xeyirli uğurlu başlasın, xeyirli uğurlu başa çatsın. Günün qalan hissəsini gözəl, xoş keçirmiş olaq. Amin inşallah. Bugün də hələ indi də iş yerlərində olan, ofislərində olan, işləri ilə məşğul olan, ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş abadlığı arzularım. Bu saatda da demək, bugün üçün də təhsili ilə məşğul olan məktəblilərdir, orta ixtisas, ali məktəb tələbələridir, eləcə də digər təhsili ilə məşğul olan şəxslərə can sağlığı, zehin açıqlığı arzularım. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. Bununla yanaşı isə 4 may günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm qalanlarına. Bununla yanaşı isə 4 may günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram, can sağlığı diləyirəm. Günün qalan hissəsini və eləcə də həftələrini uğurlu başlayıb uğurlu başa çatdırmalarını arzu edirəm. Bununla yanaşı isə 4 may günündə kimlər ad gününü, şad gününü, xoş gününü qeyd edir. Hər birini bu münasibətlə təbrik edirəm. 4 may günündə də tarixi günlər vardır. 4 may 1814-cü ildə Napoleonun Elba adasında sürgün həyatı başlandığı gündür. 4 may 1904-cü ildə Panama kanalının yarımçıq qalan hissəsinin tikintisinə yenidən başlanıldığı gündür. Bununla yanaşı 4 may 1910-cu ildə Kanadada hərbi dəniz donanmasının təşkil edildiyi gündür. Və digər tarixi günü isə 1920-ci ildə isə Qırmızı Ordu, yəni 11-ci Qızıl Ordunun hissələrinin demək Astaraya daxil olduqları gündür. 4 may 1922-ci ildə 2-ci Ümumi Azərbaycan Sovetlər demək qurultayında ərzaq vergisi haqqında, dekret haqqında qərar qəbul edildiyi gündür. Bununla yanaşı 4 may 1966-cı ildə İtaliyanın Torino şəhərində Sisili və İtaliya arasında avtomobil zavodunu tikmək barədə saziş imzalandığı gündür. 4 may 1994-cü ildə Avropa Parlamentində Finlandiya, Norveç və Avstriyanın 1 yanvar 1995-ci ildə Avropa Birliyinə qəbul edilməsinə səs verildiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.